بسم الله الرحمن الرحيم بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين والصلاة والسلام على أشرف الأنبياء والمرسلين سيدنا ونبينا ومولانا محمد وعلى آله وأصحابه أجمعين أما بعد. Allah Azze ve Celle'nin izniyle tefsir derslerini devam edirik ve Bəqərə surəsi üzərində qalmışıq. İbn Rəcəb el-Həmbəli rahimehullahın təfsiri. Növbəti ayədə, Bəqərə surəsi 186-cı ayədə Allah Azze ve Celle buyurur ki: "Və izə səələkə ibadi anni fə inni qaribun." Əgər qullarım səndən mənim haqqımda soruşsalar, mən onlara yaxınam. Ucibu da'vatəd da'i izə da'ani. Mənə dua edənin duasına, dua etdiyi vaxt duasına cavab verərəm, duasını qəbul edərəm. Fəlyəstəcibuli vəlyu'minu bi ləalləhum yarşudun. Gərək onlar da mənim dəvətimi qəbul etsinlər, mənə iman gətirsinlər ki, irşad olsunlar, doğru yola yönəlsinlər. Bu ayənin nüzul səbəbi haqqında rəvayət olunur ki, bir bədəvi Allah Rəsulu sallallahu aleyhi və səlləmin yanına gələrək belə dedi: "Ey Allahın Rəsulu, Rəbbimiz bizə yaxındırmı? Əgər bizə yaxındırsa, ona alçaq səslə dua edək. Əgər uzaqdırsa, uca səslə dua edək." Bu zaman Allah Azze ve Celle həmən ayəni nazil etdi. Bu hədisi İbn Cərir Cəmi'ül Bəyəndə və İbn Əbi Hətim rahimehumullah rəvayət etmişdir. Əbu Musa radiyallahu anhudan gələn rəvayətə görə, səhabələr yüksək səslə təkbir gətirərkən Allah Rəsulu sallallahu aleyhi və səlləm belə buyurur: "Siz kar və kör olan birini çağırmırsınız. Əksinə görən və eşidən birini çağırırsınız." Bu hədisi də İmam Buxari rəvayət etmişdir. Digər bir rəvayətdə Allah Rəsulu sallallahu aleyhi və səlləm buyurur ki, "Şübhəsiz o sizə miniklərinizin boynundan daha yaxındır." Allah Rəsulu sallallahu aleyhi və səlləmin sahabələri, qardaşlar, buna diqqət edin, bu önəmli bir məsələdir. Allah Rəsulu sallallahu aleyhi və səlləmin sahabələri bu dəlillərdən səhih mənadan başqa bir şey anlamırdılar. Ancaq səhih olan mənalı anlayırdılar. Bu ayələr sayəsində Allah Əzə və Cəllənin ucalığını, əzəmətini, qullarını qorumasını və əhatə etməsini, qullarına yaxınlığını və dualara cavab verməsini başa düşürdülər. Bu ayə ilə nəyi başa düşürdülər? Allah Əzə və Cəllənin ucalığını, əzəmətini, qullarını qorumasını və əhatə etməsini, qullarına yaxınlığını və dualara cavab verməsini. Və beləliklə Allah Əzə və Cəlləyə qarşı hiss etdikləri qorxu, xuşu, həya artar və sanki onu görürmüş kimi qulluq edərdilər. Səhabələrdən sonra Allah qorxusu az, fəhimləri və niyyətləri pis, Allah Əzə və Cəllənin ucalığının və böyüklüyünün qəlblərində zəif bir yer tutduğu kəslər peyda oldu. Onlar insanlara fəhimlərinin incəliyini göstərmək istədilər. Bu dəlillərin Allahın zatı ilə hər yerdə olduğuna dəlil olduğunu iddia etdilər. Bu ayələrlə iddia etdilər ki, Allah zatı ilə hər yerdədir. Bu görüşlər Cəhmiyyə, Mü'təzilə və onlarla eyni görüşdə olan digər qruplardan da nəql edilmişdir. Allah Əzə və Cəllə onların iddialarından uca və münəzzəhdir. Bu onlardan əvvəl heç bir sahabənin ağlına gəlməyən şeylərdir. Bu kəslər fitnə çıxarmaq və onu səhv yozmaq üçün mütəşabih ayələrin arxasınca düşən kəslərdir. Halbuki Ayşə radiyallahu anhadan gələn hədisə görə Allah Rəsulu sallallahu aleyhi və səlləm ümmətini onlar haqqında xəbərdar etmişdir. Hansı ki bu hədisi İmam Buxari və Müslim rəvayət etmişdir. Onlar pis niyyətlərini və qıt anlayışlarını Allah Əzə və Cəllənin kitabındakı bu cür ayələrlə əsaslandırmaq istədilər. Məsələn, Allah Əzə və Cəllə Mücadilə surəsi 7-ci ayədə buyurur ki: "Mə yəkunu min nəcva sələsətin illə huvə rabi'uhum və lə xamsətin illə huvə sədisuhum." 3 nəfərin arasında gedən üç nəfərdən elə bir yoxdur ki, onların 4-cüsü, 5 nəfərin də 6-cısı o olmasın, Allah olmasın. 3 nəfərin arasında gedən elə bir xəlvəti, söhbət yoxdur ki, onların 4-cüsü, 5 nəfərin də 6-cısı o olmasın.
Sələf bu ayə haqqında belə demişdir. Allah elmi ilə onlarla birlikdədir. Bunu həmçinin Muqatil bin Hayyan İkrimədən, o da İbn Abbas radiyallahu anhudan nəql etmişdir. Dahaq rahiməhullah buyurur ki, Allah Əzzə və Cəllə ərşin üzərindədir. Elmi isə hər yerdədir. Eyni sözü İmam Malik rahiməhullah, Abdüləziz Əl-Məcuşin, Sufyan Əs-Səvri, İmam Əhməd, İshaq və digər sələf imamları da demişlər. İmam Əhməd rahiməhullah buyurur ki, bizə Abdullah bin Rafi İmam Malikin belə dediyini nəql etdi. Allah səmadadır və elmi hər tərəfdədir. Bu mənada sözlər Əli bin Əbu Talib və İbn Məsud radiyallahu anhümədən də nəql edilmişdir. Həsən el-Basri rahiməhullah şübhəsiz Rəbbin insanları əhatə etmişdir ayəsi haqqında buyurur ki, İsra surəsi 60-cı ayə. Buyurur ki, onun elmi insanları əhatə etmişdir. İbn Əbdilbər və başqaları sahabə və tabiindən olan bir qrup alimin harada olursunuz olun o sizinlə bərabərdir ayəsində qəsd olunanın Allahın elmi olmasında icma etdiklərini qeyd etmişlər. Yəni İbn Əbdilbər icma zikr etmişdir ki, hətta başqaları sahabə və tabiin Hədis surəsi 4-cü ayədə gələn harada olursunuz olun o sizinlə bərabərdir ayəsində qəsd olunan Allahın elmidir, zatı deyil. Alimlər bütün bu sözləri ilə Allah Əzzə və Cəllə zatı ilə hər yerdədir deyənlərə rəddiyə vermək istəmişdilər. Allahın qullarına yaxınlığı, qardaşlar, iki növdür. Allahın qullarına yaxınlığı iki növdür. Hansı ki Allah Əzzə və Cəllə ayədə dedi ki, فَإِنِّي قَرِيبٌ mən onlara yaxınam. Nə hansı yaxınlıqdır? Bu iki növdür. Ümumi və xüsusi yaxınlıq. Ümumi yaxınlıq yuxarıda zikr olunduğu kimi Allah Əzzə və Cəllənin elmi ilə bütün qullarını əhatə etməsidir. Allahın ibadət və itaət ilə məşğul olan müttəqi qullarına yaxınlığı isə xüsusi yaxınlıqdır. Allah Əzzə və Cəllə yaxşılıq edənlərlə və təqva sahibləri ilə bərabərdir. Allah Əzzə və Cəllə Musa və Harun əleyhissalama haqqında buyurur ki, قَالَ لَا تَخَافَ إِنَّنِي مَعَكُمَا أَسْمَعُ وَأَرَى Qorxmayın, çünki mən sizinləyəm, eşidirəm və görürəm. Taha surəsi 46-cı ayə. Bu, Allah Əzzə və Cəllənin qullarına xüsusi yaxınlığıdır. Harun və Musa əleyhissalama nə dedi? Qorxmayın, mən sizinləyəm. Yenə də Musa əleyhissalam buyurur ki, hansı ki Fironun və ordusunun əlindən qaçdıqları zaman dənizə çatırlar və arxadan da Firon və ordusu gəlir. Musa'nın yanındakılar deyir ki, artıq bizim sonumuz çatdı. Musa əleyhissalam buyurur ki, قَالَ كَلَّا İnnə mə'yə Rabbi səyəhdin. Xeyr, Rəbbim mənimlədir. O mənə doğru yolu göstərəcəkdir. Şüara surəsi 46-cı ayə və bu xüsusi yaxınlıqdır. Yəni Allah Əzzə və Cəllə öz Rəsulu sallallahu aleyhi və səlləm və dostu Əbu Bəkir radiyallahu anh haqqında buyurur. Hansı ki onlar Qureyşdən qaçaraq Mədinəyə hicrət etdikləri zaman mağarada gizlənirlər. Və mağarada gizlənərkən Əbu Bəkir radiyallahu anhu müşriklərin onları görməsindən qorxur, narahat olur. Və Allah Rəsulu sallallahu aleyhi və səlləm öz dostu Əbu Bəkir radiyallahu anhuya təskinlik verərək deyir ki, qorxma, həqiqətən Allah bizimlədir. Və Allah Əzzə və Cəllə bu haqda Tövbə surəsi 40-cı ayəni nazil edir. İz yəquli li sahibihi O öz dostuna, yəni Peyğəmbər sallallahu aleyhi və səlləm öz dostuna dedi ki, Lə təhsən innalləhə mə'nə Qorxma, qəm yemə, Allah bizimlədir. Bu xüsusi bərabərlikdir, qardaşlar. Ümumi bərabərlik Allahın elmindən, hər şeydən xəbərdar olmasından, qüdrətindən, cəzalandırmasından qorxmağı tələb edir. Ümumi bərabərlik nəyi tələb edir? Allahın elmindən, hər şeydən xəbərdar olmasından, qüdrətindən, cəzalandırmasından qorxmağı tələb edir. Xüsusi bərabərlik isə Allahın duaları qəbul edəcəyinə dair hüsnüzən, Allahın rizası, onun qorunması və yaxınlığını əhatə edir. Yəni, ümumi bərabərliyin tələb etdiyi şeylər nədir? Yəni, hər bir qul bilməlidir ki, Allah Əzzə və Cəllənin elmi hər şeyə yetir. Allah Əzzə və Cəllənin elmindən kənarda heç bir şey yoxdur. Allah Əzzə və Cəllənin qüdrəti hər şeyi əhatə etmişdir.
Allah Azze ve Celle'nin qüdrətindən kənarda heç bir şey yoxdur. Allah Azze ve Celle'nin cəzalandırmasından qorxmalıdır. Bu ümumi bərabərlik hər bir qula aiddir bu. Xüsusi bərabərlik isə nəyi tələb edir? Yəni, mömin qullar Allah Azze ve Celle'nin xüsusi olaraq onlarla bərabər olduğunu anladıkları üçün, etiqad etdikləri üçün o nəyi tələb edir? Allah Azze ve Celle'nin duaları qəbul edəcəyinə dair hüsnü zənn tələb edir. Mömin daima hüsnü zəndə olmalıdır ki, Allah Azze ve Celle'ye dua etdiyi zaman Allah onun duasını qəbul edəcək. Çünki ayədə nə dedi? Ucibu da'vətə da'i izə da'ani. Mənə dua edənin duasını dua etdiyi zaman qəbul edirəm. Allah öz vədinə əsla xilaf çıxmaz. Mömin daima bu zənn üzərində olacaq ki, Allah Azze ve Celle ona xüsusi olaraq yaxındır və onun dualarını mütləq qəbul edəcək. Allah Azze ve Celle'nin rizasını güdəcək. Onun qorunmasını və yaxınlığını hiss edəcək. Hiss edəcək ki, Allah Azze ve Celle onu hər bir fitnədən, hər bir şərdən qoruyacaq. Yəni ona təvəkkül edəcək. Bu yaxınlıq zəlalət əhlinin zənn etdiyi kimi məxluqların bir-birinə yaxınlığı kimi deyil. Bu yaxınlıq nədir? Zəlalət əhlinin, mücəssimələrin zənn etdiyi kimi məxluqların bir-birinə yaxınlığı kimi deyil. Necə ki, Allah Azze ve Celle buyuruyor ki, Leysə kəmislihi şey və huvəs-səmi'ul basir. Onun mislində heç bir şey yoxdur. O eşidəndir, görəndir. İnşallah ki, bunu bildiniz. Yəni Allah Azze ve Celle'nin qullarına ümumi yaxınlığı var, xüsusi yaxınlığı var. Ümumi yaxınlıq, ümumən Allah Azze ve Celle'nin hər şeyə qadir olduğu, Allah Azze ve Celle'nin elmindən kənarda heç bir şeyin olmadığı və s. Xüsusi yaxınlıq isə Allah Azze ve Celle'nin duaları qəbul etdiyi, qullarını, mömin qullarını fitnələrdən, bəlalardan, şərdən qoruduğunu və ona təvəkkül etməyin vacib olduğunu tələb edir. Sonra Allah Azze ve Celle Bəqərə surəsi 197-ci ayədə buyurur ki, Əl-həccu əşhurun mə'lumətun fəmən fərədə feyhinnəl həccə fələ rəfəsə və lə fusuqa və lə cidələ fil həcc وَمَا تَفْعَلُ مِنْ خَيْرٍ يَعْلَمُهُ اللّٰهِ وَتَزَوَّدُوا فَإِنَّ خَيْرَ الزَّادِ التَّقْوَى وَاتَّقُونِ يَا أُولِي الْأَلْبَابِ. Həcc məlum olan aylardır. Bu aylarda həcci yerinə yetirməyi niyyət edən kəs, həcc ziyarəti əsnasında qadını ilə yaxınlıq etməməli, günah işlər görməsin və mübahisələrə qoşulmasın, mübahisə etməsin, cədəl etməsin. Sizin etdiyiniz yaxşılıqları Allah bilir. Özünüzlə azuqə toplayın, həqiqətən də ən xeyirli azuqə təqvadır. Məndən qorxun ey ağıl sahibləri. İbn Ömər radiyallahu anhu ayədə keçən fusuq kəlməsi ov etmək ona bənzər günahlardır demişdir. Başqa bir yerdə isə belə buyurur, fusuq qulun ehramdaykən Allaha üsyan olan əməllər etməsidir. Fusuq, fısk nədir? Qulun ehramdaykən Allaha üsyan olan əməllər etməsi. İbn Abbas radiyallahu anhu, Abdullah bin Amr bin As və s. sahabələrdən bir cəmaat haram bölgəsində yaşayanlara qarşı diqqətlə davranar, orada bir günah işləməkdən qorxardılar. Abdullah bin Amr bin As radiyallahu anhu buyurur ki, haram bölgəsində işlənən günah digər bölgələrdə işlənən günahdan daha böyükdür. Ömər bin Xattab radiyallahu anhu buyurur ki, mənim üçün Məkkədən kənarda 70 xəta işləmək Məkkədə işlənən bir xətadan daha sevimlidir. Mənim üçün Məkkədən kənarda 70 xəta işləmək Məkkədə işlənən bir xətadan daha sevimlidir. Yəni Mücahid rahimehullah buyurur ki, yaxşılıqlar qat-qat artırıldığı kimi Məkkədə edilən günahlar da qat-qat artırılar. Yəni yaxşı əməlin də əcri böyükdür, günahın da cəzası böyükdür. İbn Cüreyc rahimehullah buyurur ki, mənim eşitdiyimə görə Məkkədə edilən bir yaxşılıq 100 yaxşılığa, eyni ilə bir xəta 100 xətaya bərabərdir. Yəni bu da həcdə və ümrədə olan qardaşlar üçün, müsəlmanlar üçün böyük bir təhdiddir ki, ehtiyatlı olsunlar. Həcdə edilən bir xəta 100 xətaya bərabərdir. İbn Abbas radiyallahu anhu buyurur ki, Yəmənlilər özləri ilə azuqə götürmədən həcc səfərinə çıxar və biz təvəkkül edən kəslər ihtiyardilər. Onlar həcc edər, Məkkəyə gələr
və insanlardan yemək istəməyə başlayarlar. Yəməndəykən deyərlər ki, biz Allaha təvəkkül edirik, biz özümüzlə azuqə götürməyəcəyik, amma artıq həccə çatdıqda nə edərlər? İnsanlardan dilənməyə başlayarlar. Bu zaman Allah Əzzə və Cəllə bu ayəni nazil etdi, özünüzlə azuqə götürün, həqiqətən azuqələrin ən xeyirlisi təqvadır. İmam Mücahid, İkrimə, İbrahim Ən-Naxai və sələfdən bir çoxları bu görüşdədir ki, azuqə yol gedərkən, səfərə çıxarkən, həccə gedərkən azuqə getirmək vacibdir. Əhməd bin Həmbəl rahiməhullah təvəkkül haqqında soruşulduqda belə cavab verir. İnsanlardan ümid kəsmək və onlara tərəf baxmağı tərk etməkdir. Təvəkkül nədir? İnsanlardan ümid kəsmək və onlara tərəf baxmağı tərk etməkdir. Bunun dəlili nədir deyə soruşulduqda belə cavab verir. İbrahim əleyhissalam oda atıldıqda Cəbrail əleyhissalam gəlib bir ehtiyacın varmı demişdir. O isə sənə heç bir ehtiyacım yoxdur demişdir. İmam Əhmədin sözündən başa düşülən odur ki, qardaşlar, bir kəsin çalışıb qazanması hər bir halda daha üstündür. Bir kəsin çalışıb qazanması hər bir halda daha üstündür. Yəni, işləmədən, çalışmadan mən Allaha təvəkkül etdim demək, bu nədir? Doğru deyildir. Yenə İmam Əhmədə soruşdular ki, işləməyib mən Allaha təvəkkül etdim deyən kəs haqqında nədir görüşün? O belə cavab verir. Bütün insanlar Allaha təvəkkül etməlidir. Eyni zamanda özlərini işləməyə alışdırmalıdırlar. Yəni, mən Allaha təvəkkül etdim deyib evində oturan, işləməyən, çalışmayan kəsləri qınaqdır ki, zaten bütün insanlar Allaha təvəkkül etməlidirlər. Və bununla bərabər nə etməlidirlər? Çalışmalıdırlar. Yəni, sənin Allaha təvəkkül etməyin, səni edərək evində oturmağın səni digər insanlardan üstün etmir. Sən mən Allaha təvəkkül etdim deyib çalışmamağın, azuqə toplamamağın, o demək deyil ki, çalışanlardan daha təqvalısan, çalışanlardan təvəkkülün daha güclü deyil, daha güclüdür. Xeyr, bu mənada deyil. Əksinə, bu sənin səhv anlayışının, fəhminin naqisliyinin göstəricisidir. Həllal rahiməhullah belə buyurur. Fudeyl bin İyada soruşuldu ki, işləmədən evində oturan və Allaha güvəndiyini, Allahın özünə ruzi göndərəcəyini söyləyən kəs haqqında görüşün nədir? Bir adam işləmədən evində oturur, deyir ki, Allah mənim ruzimi yazıbsa, mütləq mənə onu yetirəcək. İşləmir. Fudeyl bin İyad rahiməhullah buyurur ki, Allaha güvənsə, hətta onun Allaha güvəndiyi bilinsə, onun istədiyini heç bir şey əngəlləyə bilməz. Yəni, həqiqətən Allaha güvənirsə, Allah Əzzə və Cəllə onun ruzisini yazıbsa, bəli, evində otursa da, heç bir şey onun ruzisini əngəlləyə bilməz. O ruzi onun evinə gələcək. Ancaq bunu nə rəsullar, nə də başqaları etməmişdir. Rəsullar özləri üçün işləyib çalışmışlar. Allah Rəsulu sallallahu aleyhi və səlləm Əbu Bəkir, Ömər radiyallahu anhümə bir miqdar qazanc üçün işləyiblər və Allah bizi ruziləndirənə qədər oturacaq deməyiblər. Yəni, Fudeyl ibn İyad çox gözəl bir misal verir. Ki, əgər bu üstün bir şey olsaydı, bunu Allah Rəsulu sallallahu aleyhi və səlləm edərdi, sahabələr edərdi. Yəni, onların təvəkkülünə heç bir kəsin təvəkkülü çatmaz. Amma onlar yenə də nə edirlər? İşləyirdilər. Allah Əzzə və Cəllə buyurdu ki, فَإِذَا قُدِيَتِ الصَّلَاةُ فَانْتَشِرُوا فِي الْأَرْضِ وَابْتَغُوا مِنْ فَضْلِ اللّٰهِ وَاذْكُرُوا اللّٰهَ كَثِيرًا لَعَلَّكُمْ تُفْلِحُونَ. Namaz başa çatdıqdan sonra yeryüzünə dağılışıb Allahın lütfünü axtarın. Yəni, ruzi arxasınca gedin. Allahın lütfünü axtarın. Və Allahı çox zikr edin ki, bəlkə nicat tapasınız. Cuma surəsi 10-cu ayədə. Allah Əzzə və Cəllə belə əmr edir ki, namazı bitirdikdən sonra yeryüzünə dağılıb Allah Əzzə və Cəllənin nəyini axtarın? Lütfünü axtarın, ruzi axtarın. Ona görə Ömər bin Xattab radiyallahu anhu namazdan sonra məsciddə oturan kəsləri, uzun müddət oturan kəsləri qamçılayaraq qovardı ki, gedin ruzi dalınca. İnşallah bununla kifayətlənək, qardaşlar. Allah Əzzə və Cəllə bizi ona haqqı ilə təvəkkül edən qullarından, ona yaxın olan qullarından eləsin.
və bizi ona yaxınlaşdıran bütün əməlləri bizim üçün asanlaşdırsın və bizi ondan uzaqlaşdıran bütün əməllərdən də bizi uzaqlaşdırsın. Amin. Subhanaka Allahumma və bihamdik, əşhədu an la ilahe illə ent, estəğfiruka və etûbu ileyk.